Azərbaycanda bu barədə danışan bir dənə də olsun bloq yoxdur. Odur ki, mən ilk olmaq qərarına gəldim. Söhbət yuyula bilən bezlərdən gedir. Birdəfəlik bezlərin ziyanı, təbiəti çirkləndirməsi və hər ay onlara nə qədər pul xərcləndiyini düşünərək qərar verdim. Bugündən yuyula bilən bezlərə keçirəm. Amma düzünü desəm tərəddüd edirdim. Görəsən kənd şəraitində öhdəsindən gələ bilərəm? Yuyub qurutmaq çətin olar, sızdırmaz ki, bişməcə bəs? Suallarıma cavab tapa bilmək üçün internetə başvurdum. Amma gördüm ki, Azərbaycan dilində bu barədə nəinki məlumat yoxdur. Hətta bütün dünyada məşhur olan bu bezlər Azərbaycanda ümumiyyətlə tanınmır. Satışını da edən yalnızca bir səhifə tapdım. YBB Azərbaycan. Odur ki, bu barədə danışan ilk ana olmaq qərarına gəldim. İstifadə etdikcə yuyula bilən bezlərin müsbət və mənfi tərəflərini sizinlə bölüşəcəyəm. Maraqlıdırsa abunə ol ki, növbəti paylaşımları qaçırmayasan. Hələlik.